İdeyadan Uğur adlı podkastımızda sizi hoş gördük. Hatırladım ki verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Qonağımız şuuraltı terapevt, astroloq, numeroloq Gövhər Sulcandır. Xoş gəlmisiniz Gövhər xanım. Xoş gördük Ənərə xanım. Çox sağ olun dəvətiniz üçün. Mən çox təşəkkür edirəm ki, siz bizim dəvətimizi qəbul etdiniz, Çox gəldiniz. sağ olun. Və keçirik suallarımıza. Evet. Gövhər Sulcan kimdir? Çox gözəl sualdır Ənərə xanım. Mən ümumiyyətlə hər bir verilişdə çox fərqli bir məqamlara çalışıram toxunum ki, belə deyim də hər kəs üçün bu daha maraqlı olsun və nəsə əldə etsinlər. İlk dəfədir ki, sırf Gövhər Sulcan kimdir sualını sizdən eşitdim və ona görə də ilk dəfə bu platformada özüm haqqında öncə bir məlumat verim. Mən 2007-ci ildə Qərb Universitetini qırmızı diplomla bitirdim. Daha sonra 14 il Amerikan neft şirkətində işləmişəm. Və indi deyəcəksiniz ki, nə əlaqə oradan buraya. Bəli. Elə bu numerologiya, astrologiyanın da sonuçda bizim ruhumuz hardadır, işimiz, peşəmiz, uğurlarımız hardan hara gəlir, onu izah edəcəm. Və artıq 5 ilə yaxındır ki, mən bu sahədəyəm. Öncə şuuraltı terapevt, daha sonra numerologiya və astrologiya ilə tanış olandan sonra anladım ki, mənim xəritəm elə bunun üçünmüş. Həyat məni elə buraya gətirməyi üçünmüş. Yəni bütün peşə seçimlərim, yollarım, uğurlarım hamısı bu sahədəymiş. Ona görə də 14 illik işlədiyim şirkətdən çıxdım və içimdə olan o qaynayan bir his ki, mən hələ yerimdə deyiləm, nəsə düz getmir. Bu həyatda bir məna var. Niyə mən buradayam? Bu suallarla gəldim bu sahəyə. Daha sonra beynimdəki sualların daha böyük açıqlamasını numerologiya və astrologiyada tapdım ki, nə üçün bu dünyadayam, missiyam nədir, kimə nəyə öyrətməyə gəlmişəm ki, missiyam 3 olduğu üçün qadın və uşaqlara dəstək və hal-hazırda da bizim, yəni astrologiyada bildiyimiz şans planeti Yupiter özü də xərçəng bürcündədir. Mənim özümün də ay bürcü xərçəngdədir və missiyam da numerologiyada 3-dür. Yəni bu dünyaya gəliş səbəbim qadın və uşaqların həyatında özəl bir yön vermək, yol göstərmək ki, hazırki bizim çəkilişimiz də ona təsadüf edir. Çünki 12 ildən bir, 13 ildən bir Yupiter planeti, yəni bürcləri dövr edir. Hal-hazırda isə xərçəng bürcündədir. Yəni qadın və uşaqlarla bağlı bu dövrdə, o avqust ayına qədər belədir, avqustun 1-nə qədər nə qədər gözəl bilgilər versək və yaxud da kimsə ehtiyacı olan uşaqlara yardım etsə bu periodda çox böyük uğurlar qazanacaqlar. Çünki Yupiter şansı anlatır, şans hardadır. Ona görə də bugünkü mövzumuzu da çalışaq uşaqlara həsr edək ki, ən azından valideynlər gələcəkləri üçün, belə deyim də 14 il hansısa bir şirkətdə işləyib, sonradan onsuz da ruh gedəcək o sahəyə. O missiyasını bilir, xəritəsini bilsə də, bilməsə də. Amma indi biz elə bir dövrə gəlib çatmışıq ki, maşallah olsun, o texnologiyaların ən yüksək dövründəyik də. Artıq xəritələrimizi, uşağın xəritəsini 1 yaşında anası biləndə, yəni dünyaya doğuldu, saatı yazıldı. Birinci nə yazılır? Uşağın qoluna saatı, tarixi. Hələ ad verilməyib. Artıq o gün taleyi yazılır orada. Ki, həyat belə deyək, seçim verir, taley yol seçimi verir. Rəqəmlərimizi də, bürclərimizi də biz iki ucuda yaşayırıq. Mənfidə və müsbətdə və seçim bizimdir.
Əgər evdə ana, qadın, valideyn, çünki daha çox uşaqla ana bir evdə olur Bəli, da. bəli. O bilsə ki, öz övladının həm xarakterini, həm də potensialını, onu artıq öz istəkləri, eqoları marağında deyil də öz xəritəsinə uyğun yönləndirər. Nəinki ailə məsələn həkim görmək istəyir, hüquqşünas görmək istəyir, amma uşağın içində o yoxdur. Hətta bizim məşhurlarımız var, bilirsiniz, məsələn Faiq Ağayev də həkimlik oxuyub, amma bir müddətdən sonra atıb o sahəni. Niyə? Çünki ruhunda bütün xəritəsində incə sənətin var. ən böyük enerjiləri var idi. Çünki ruh onsuz da bir yerdə qırılır orada. Bəli. Amma biz bu uşaqları öncədən alt yaşlarda özəlliklə yönləndirə bilsək, həm çox uğurlar əldə edərlər, həm də buraxarıq seçimi onların özünə, xəritələrinə uyğun yaşasınlar. Ata-ananın eqoları və istəkləri üzərinə deyil. Baxın, siz dediniz, mən o qədər geniş bir açıqlama verdiniz ki, əminəm ki, hər bir kəlmənizdən, cümlənizdən də bir sual yarandı. Amma mən istəyirəm başa qayıdım və sual verim ki, bax, siz dediniz ki, 14 il bir şirkətdə çalışmısınız və onun bir günün içərisində o şirkətdən ayrılmısınız. Bu qərara necə gəldiniz? Yəni nə böyük bir risk. İnsan yəni alışır artıq işlədiyi yerə, o yer dəyişimi. Necə oldu belə bir qərara gəldiniz? Hələ ki rəqəmlərimdə 22-13-ü də nəzərə alsaq, komfort zonasından çıxmayan, elə ona görə də 14 il bir şirkətdə, çünki komfort zonadan çıxa bilmirdi. Və təbii ki, birdən-birə olmadı bu qərar. O prosesdə müəyyən təlimlər alırdım. Artıq pasientlərim var idi və gördüm ki, mən burada daha xoşbəxtəm. Daha rahatam, daha xoşbəxtəm və zaman içərisində artıq paralel iki işi deyil də artıq bir yönə yönlənmək istəyirəm və bir gün içində qərar verdim ki, mən çıxıram və həqiqətən də indi dönüb arxaya baxanda, çünki o zaman 2000 izləyicim və ilk proqrama çıxıram, bir təcrübəmi danışım və o mənə bir mesaj oldu. Bəli. İlk dəfə səhər verilişinə çıxdım, bir proqrama hələ onda çalışırdım, axır aylarım idi işdə və proqramdan sonra səhər mənə bir zəng gəlir, telefonu götürdüm, deyir ki, salam, alimdir danışan. Bir bəydir, mən də belə çaşıb qalmışam, deyirəm, alim kimdir? Deyir, Alim Qasımovdur da. Siz təsəvvür eləyin, hələ ofisimi açmışam, bir dənə ofisdə əşya da yoxdur, prosta qurulub belə yerindədir və mən o telefonda Alim Qasımovun səsini eşidirəm. İnanmadınız yəqin ki. Sonra tanıdım, təbii ki, səsini tanıyıram. Hətta ilk Instagram səhifəmin aşağısında videolarımız da var Alim bəylə. Orada çakralardan danışırıq. Hansı çakra, hansı endokrin sistemə bağlıdır, insanın həyatında nələr baş verir və mənə dedi ki, siz orada danışdınız, mən deyir onları yaşamışam. Orada deyir nömrələri gördüm, götürdüm zəng elədim. Yəni götürüb zəng elib, sonra gəldi ofisə, düşünün, ofisin adresini verib Dəyərli sənətkarımız. və ilk qonağım. Halbuki bilirsiniz də indi gözdə olan insanlarla çalışmaq üçün insan bir müddət gərək çalışsın, sonra bir şeylər əldə etsin ki, səni tanısınlar. Və bu mənə artıq kainatın bir mesajı idi ki, sənin hələ bir dənə ofisə təzə pasientin gəlməyib və xalq artisti heç bir yəni ortada tanışlıq olmadan sənə zəng eləyir və gəlir. Ona görə kainat bizə mesajları zaten göndərir. Amma onu oxumaq lazımdır düzgün şəkildə. Doğrudan görmək lazımdır, mesajlar var. Və sonra da missiyamın 13 olduğunu, yəni transformasiya və ölüm. Yəni bunu sadəcə bir 13 edə bilər ki, hər şeyi öldürüb sıfırdan başlayar. Ki, həqiqətən onun sonra necə elədiyimi özüm belə məhəttəl qaldım ki, həmçinin ailəliyəm, 2 övladım var. Eyni zamanda uzun illər çalışdığım bir yer, bir öyrəşdiyim bir müəssisə və buradan da həqiqətən xanımlara özəlliklə demək istəyirəm ki, çünki görürəm pasientlərimdə də deyirlər ki, Gövhər xanım, mənim artıq 30 yaşım var. Deyirəm, nə olsun, mən 34-dən sonra getdim. Yaşınla özünüzü sərhədləməyin. Yəni Mimar Sinan 86 yaşında Osmaniyədə, yəni o boyda məscidləri tikib 86 yaşında. Yaşla özünüzü qısıtlamayın, ruhunuzu dinləyin. Çünki insan özü bilir harda xoşbəxtdir. Sadəcə Sovetlərdən və ondan öncəkindən qalan bizdə bir psixologiya var ki, mənim aylıq gəlirim var. Yəni bu mənim konforumdur və özümü qorumada görürəm. Çıxdım konfor alanından, indi belə baxaq da, müştəri olmayanda necə qazanmaq olar? Və heç kəs beynini və konfor alanını sıxışdırmaq istəmir. İnsanlarda tənbəllik və rahatlıq var. Amma sən çıxırsan konfort alanından, yəni sən nə işləsən odur, işləməsən də yoxdur. Bu başlayır sənin beynində nə etməyə?
informasiya ki, sən yollar axtarırsan, sən yeni yerlər axtarırsan, həqiqətən də həm şuur inkişaf edir, həm də belə deyim də özümüzdən sonra gələn gənc nəsillərə, axı onlar da gəlib praktik eləyəcəklər, işləyəcəklər, sonra gedib öz işlərini quracaqlar. Bəli. Onlara bir yol açmış oluruq. Ona görə də yəni ümumiyyətlə bu müasir dövrdə hələ ki Uran keçdi əkizlər bürcünə, bu 7 ildə texnologiyanın, süni intellektin, informasiyanın başqa bir tərəfini görəcəyik artıq. Bizi 7 illik Uran əkizlər bürcünə 26 apreldə keçir və 7 ildə bu 7 il ərzində görəcəklərimiz bizi həqiqətən informasiya, texnologiyalar, sosial media, influencerlıq, yəni əkizlər nədir? Hava ünsürü, beyin, telekommunikasiya, texnoloji inkişaf. Ən son 1940-cı ildə, baxın 40-47-ci illərdə Uran əkizlərdə olmuşdu. Teleqraf, artıq maşınların və təyyarələrin uçuşu çoxalmağa başladı. O 2-ci Dünya müharibəsi ərəfəsində. Ən son Uran 1940-cı illərdə əkizlərdə idi. Bir də 2026-nın 20 aprelindən başladı və 7 il əkizlərdə olacaq. Yəni kommunikasiya üst levela keçdi də həyat. Artıq dediyim kimi gəlib 14-15 il bir sahədə işləməyəcəklər. Uşaq doğulda ana artıq bilir uşağının həyat kartasını, proqramını bilir ki, bu proqramla gəlib, özəlliklə hansı ay doğuluruqsa, o proqramla giririk o ailənin qapısından və ondan sonra biz indi burada bütün xəritələri görmək lazımdır. Çünki hər kəsin xəritəsi şəxsə özəldir. Bəli. Doğum tarixi, anasının doğum tarixi, saatı, hər saatda, hər dəqiqədə, orada dəqiqədə yüksələnlər dəyişir. Həm astroloji, həm numeroloji və xəritələri birləşdirib bir həyat ssenarisi çıxardırıq. Amma bu ssenari həm mənfi, həm müsbət ola bilər. Yəni biz seçim veririk. Zaten həyat seçimlərdir. Və sən hansı yolu seçirsən? İsra surəsində də nə deyilir? Biz hər kəsin taleyini onun çabasına bağladıq. Əgər mən o dediyiniz kimi o 14 il işlədiyim şirkətdə öz üzərimdə işləyib, təlimlər, təhsilim üzərində işləməsəydim, necə çıxa bilərdim oradan? Çünki bugün uğura gedən insanlara bəzən qıraqdan belə baxırıq ki, getdi uğura. Amma biz görmürük ki, onun uğurunun arxasında yuxusuz gecələri, müəyyən ayırdığı bir maddiyyatlar, nələrdənsə keçib ki, gəlib o uğura. Niyə? Çünki onun verdiyi çabanı yaradan qiymətləndirdi. Amma biz heç bir şey eləməyib, oturub gözləsək ki, həyat mənə gözəlliklər gəzdirsin, bu biraz düzgün olmaz. Yəni biz bilməliyik xəritəmizi, amma bilmək də bizi rahatlaşdırmayacaq təbii ki. O bildiyimizin üzərində çalışmalıyıq. Çalışmaq mütləqdir. Yəni bildim, mənə hər şey gözəl gələcək, xeyr. Sən bunun üzərində çalışmalısan. Yaxşı, siz peşənizi dəyişdiniz. Bəli. Niyə məhz astrologiya? Numerologiya birinci başlanır. Niyə məhz numerologiya? Nəyə görə şuuraltı terapevt? Yəni necə oldu? Başqa bir peşə də seçə bilərdiniz. Bəli. Hardan gəldi o sizə? Mənə onun kökü maraqlıdır. Necə oldu bu gün Gövhər Təbii xanım ki, bu işləri? Birinci ruh özü istəyir şəfalamaq. Heç ümumiyyətlə bu sahəyə gəlmək kimi bir fikrim də yox idi. Pandemiya həqiqətən böyük bir oyanış elədi və pandemiyada oturmuşam evdə, qarşıma bir-iki kitab çıxır. Başlayıram o kitabları oxumağa, kuantum fizikası ilə tanış oluram. Nədir bu kuantum? Aynalanma, nəyə yaşayırıq biz? Nəsil ssenarilərini, dönüb nəsilə baxıram, dönüb yəni həyat yolculuğumuza baxıram və başlayıram kəşf etməyə hər şeyi özümdə. Bütün bunları, bu prosesləri özümdə, öz ruhsal aləmimdə çözəndən sonra içimdən bir hiss deyir ki, sən bunu niyə başqalarına demirsən ki? Onlar da axı düzəlsinlər. Yəni özümə saxlamaq istəmədim bildiklərimi. Çünki bilgi o qədər çoxdur ki, paylaşmaq istədim və bunu bir hobi kimi əslində paylaşdım. Öz Yupiterim də 5-ci evdədir zaten. Hobi ilə başladım. Amma sonradan o qədər ciddiyə alındığımı, yəni insanlar mənə geri dönüşlər yazırdılar ki, həyatımızda belə dəyişikliklər olub və məni bu o qədər sevindirirdi ki, və biraz da başladım təlimlər və artıq gördüm ki, iki işi bir yerdə aparmaq çətindir. Çünki insanlar ofisə gəlmək istəyir, o zamanlar onlayn idi təbii ki, hər şey və ofisimi açanda da ilk qonağım ayağı xeyirli uğurlu oldu. Buradan da alim müəllimə salamlarımı göndərirəm. Çatdırırıq, çox Bizim sevirik. Bəli, sənətçimizə. Həqiqətən də ondan sonra elə ilk ofisim idi. Balaca bir 20 kvadratlıq bir otağım idi da, təzə başlamışdım. Ondan sonra ofisimi də dəyişdim. Artıq Instagram səhifəmdə 2000 izləyicim var idi. Düşünün.
2000 izləyici, heç kəsin tanımadığı bir qız, ömrü boyu dövlət işində işləyən bir insan. Bax burada da o astrologiyaya gəlirik. Bizim güney-kuzey ay düymlərimiz deyirik ya. Biz ümumiyyətlə insanlar 33 yaşa qədər, 34 yaşa qədər bir etapla gəlirlər. Numerologiyada biz buna deyirik ki, illə aya keçid, yəni ayımızı bitirib ilimizə doğru gedirik. Astrologiyada isə biz deyirik ki, buraxırıq 33 yaşdan sonra, gedirik o kuzeydə olan bürcə. O bürc nədirsə, onun əlamətlərinə, onun enerjisinə və məndə tam elə bil 33-35 yaşa qədər daha sakit, daha öz içinə qapanan və 35-dən sonra birdən-birə Qoç bürcünə keçid başlayır. Bu nə deməkdir? Liderlik, satış qabiliyyəti, göz önündə olmaq, manipulyasiya. Eyni şəkildə də bu mənim ilimdə və ayımda da özünü göstərir ki, 11-ci aya keçirəm. Bəli. Daha çox gücə. Yəni o period, o qırılma periodu oldu da 34-35 yaş həyatımda. Bəzi insanlar daha erkən bitirir bu periodu. Bəzi insanlar onu hesablamadan çıxardırıq da biz. Və həqiqətən də o pandemiya hər kəs üçün özünə dönmək. Fərqli Çünki vaxtımız yox dərslər idi verdi, kitab bəli. oxumağa və yaxud da Fərqli oturmuşduq evdə, evdən işləyirdik və boş vaxt qalırdı. Heç yerə gedə bilmirdik, əyləncə yerləri yox idi. Nə edirdik və onda başladım bu toxumları atmağa və artıq burdayam. Bəs ailəniz necə? Məsələn, yoldaşınız, Təbii ki, övladlarınız? övladlarım çox balaca idi onda. Bu mənim üçün çox çətin idi. Heç yadımdan çıxmır. O axşam saat 2-yə qədər təlimlərdə otururdum. Gecə saat 2-yə qədər. Və həqiqətən də bu yolda ilk elə mənim dəstəkçim yoldaşım oldu. Çünki mənə dedi ki, mən sənə inanıram. Gördü həqiqətən uğurlarımı. Dedi, mən sənə dəstəkəm ofis açmağa. Çünki o zamanlar belə bir maddi dəstəyim də yox idi. O açdı mənim ofisimi. Bütün hər şeyinə qədər dəstəklədi. Açarı verdi mənə. Dedi, artıq bundan sonrası sənindir. Mən belə böyük bir məsuliyyət aldım ki, insanlar mənə güvənir, mənə inandılar bu mövzuda ki, başa düşdü ki, dedi, sən gözəl bir yol göstərirsən. Yəni sənin elədiyin iş bir insanın, yəni düşünün, bir insanın həyatına toxunursan. Sən orada bir dənə yanlış bir cümlə desən onun xəritəsində. Həqiqətən də bəzən gəlirlər müəyyən indi bəzi astroloqlar, numeroloqlar var ki, elə bir cümlə deyirlər pasiyentə. Bəli. Bu plasebo və nesebo etkisi belə bir şey var da. Biz bir insana üzünə desək ki, sən xərçəngsən, o an beyin durur orada. Yəni qırılma sağalacağı varsa da o sağala bilmir. Amma deyiliş tərzimizə baxın. Səndə müəyyən simptomları görürəm, amma bu artıq hələ sağalan perioddadır. Mən bunu sağaldacağam. Heç narahat olma. Deyiliş tərzimizi gördünüz. Ona görə də təbii ki, biz xəritələrdə açıq deyirəm, görürük bəzi şeyləri. İstəyir numerologiyada, istəyir astrologiyada. O çətin bəzi rəqəmlər, bəzi çətin xəritələr var ki, hətta bəzən analarına çalışıram ki, onu elə dillə başa salım ki, özəlliklə bəzi astrologiyada ulduzlar, bəzi dərəcələr, bu hamı da çıxmır. Bəzi dərəcə və bəzi ulduzlar həm səni zirvəyə apara bilər, həm səni ən dibə apara bilər. Və indidən deyirəm ki, çalışın bunun üzərində işləyin. Ki, siz gələcəkdə, yəni məcburən neqativ ssenarində bəzən demək istəyirəm, amma necə? Bunu artıq sərt şəkildə deyil. Çünki o artıq uşaqdır, o bir xəmirdir. Necə yoğuracaqsansa onu şuuraltsın, o elə də gedəcək. Amma artıq 50 yaşında bir qadının, 60 yaşında, təbii ki, dəyişim üçün yaşın bir önəmi yoxdur. Amma onun inandığı inanc nöqtələri var. Artıq o qədər inandırıb özünü ki, məsələn, rahat işləmə, həyat bir savaşdır. Bu onun beyninin cevizidir. Mən nə qədər ona desəm də ki, sən rahatlıqla da həyatı yaşaya bilərsən, üzdə deyəcək bəli. Amma sonra yenə gəlib deyəcək, yox, mən savaşmasam necə qazanacam ki? Ona görə o alt kodlar ki var bizdə, biz xəritələrdə, fərdi xəritələrdə hansı nəsildən bizə nə gəlib? Həm potensial olaraq, həm belə deyək də yük olaraq. Mən artıq bilirəm ki, mənim ata nəslim məndən nə istəyir, hansı ki onlar o mövzuda həmişə axsayıblar. Bunu görürəm də, bilirəm də. Və ana nəslim məndən nə istəyib? Burada da üçlü kodlar var. Yəni rəqəmlər yan-yana gəlir, 3 rəqəm. O 3 dənə rəqəm bir kod çıxardır. Və o kodun əsnasında biz onu gəlib yaşamırıq. Məsələn, savaş kodu, müharibələr və yaxud da ki, nəsildə çox bunu suallar da verildim ki, kim yanıb? Birinci sual o ki, atam mən balaca yaşda onda yanmışdı. Hardan bildiniz mənim atam yanıb? Yəni bu bir fal deyil.
Sadəcə, yəni mən oradakı bunun bir elmi var, bunun bir kitabı var, təlimi var. Öyrənmişəm, o şifrəni oxuya bilirəm və təbii ki, bu həyatda bu insan yanmır, amma onun təzahürünü yaşayır. Getdiyi hər iş dağılır və deyir Gövhər xanım, əlimi nəyə atıram dağılır. Dedim, onlar çünki dağıdıb və sənə o kodu həm neqativ kimi verməyib əslində. Əslində sənə bir şifrə kimi verib ki, bax, bizim genlərdə, bizim epigenetik yaddaşımızda bu var. Yəni nəslin duyğuları, özəlliklə ananın. Niyə görə mən hər dəfə çağırışlarımı analara eləyirəm? Bəzən bəylər deyir ki, bəzi xanımlar deyir ki, bəylərə mesajınız. Çağırışım analaradır ki, uşaq duyğunu anadan alır. Bəli. Uşaq evdə ilk ananın gözünə baxır, nəyi duyğu yaşayır və ata bütün günü işdə ana yönləndirir uşağı, dərsini aparır, müəllim yanına aparır. Bilmirəm, bəlkə də Aybürcüm xərçəngdə olduğu üçün daha biraz anaç xarakterdəyəm ki, analara, uşaqlara səslənirəm ki, bunu aşağıdan öyrənin. Sən bilirsən ki, axı sənin nəsillərində bu epigenetik yaddaş var. Necə ki, bizim göz rəngimiz, bədənimizdəki müəyyən xal diri nəsildən gəlib. Bəli. 46 xromosom, 23 ata, 23 ana. Bu təkcə saç, bədən, dırnaq deyil ki, burada duyğu var, burada inanc var, burada alt beyin, alt şuur var, burada epigenetik yaddaş var. Epigenetik yaddaş sənin reaksiyandır. Bəzən deyirlər ki, mən heç belə deyildim, amma ani bir sözdə elə bir reaksiya verdim, elə bildim babama. Və baxırıq ki, baba orada o soylarda 11 var. Özündən ani çıxıb partlamaq. Deyirəm, çünki sənin epigenetikində o var. Sənin nəslinin qadınları, yəni ana soyunun qadınları və yaxud ata soyunun erkəkləri o ayrılır da nəsildə. Bunu beləmi yaşayıblar? Deyir bəli. Beləmi yaşayıblar? Deyir bəli. Deyirəm yaxşı. Belə bir situasiyada sənin verdiyin ilk reaksiya nədir? Və bir an şok oldu. Bax, o olduğu şok var ha. O idrakdır. O artıq orada idrak elədi ki, o özü deyil. O nəslin epigenetik yaddaşından gələn bir enerjini avtomatik olaraq təzahür elətdirir. Təzahürü anladı. Biz niyə görə hər şeydən, məsələn, mən yaşam koçluğuyla başladım, demişdim. Sonra gördüm ki, nəsə getmir. Dedim, yox, bu mən müayinə eləyirəm. Axı bu müayinəni həkimə gedəndə nə edir? Qan analizi, UZI, check-up, sonra dərman yazır. Bəlkə elə bunun vitamin D-si var. Mən buna niyə vitamin D verim ki? Bəli. Anladım ki, nəsə boşluq var və Tanrı ilə bağlantım da çox güclüdür. Dedim, Allahım, bunun mənə yolunu göstər ki, bu müayinəni ediriksə, nəyə əsasən? Çünki pasiyent bizə hər şeyi demir. O özü də heç bilmir nəyi desin. Və orada numerologiya, arxasıcan astrologiya, artıq bir pasiyentlə əvvəl onu qarşımıza qoyub danışdırırdıqsa travmasını, heç gərək yoxdur. Bir tək onu deyirəm, mənə doğum tarixini ver, doğum saatını ver və ad soyadını ver. Çünki sonradan da ad soyadındakı hərflərin enerjisinə baxırıq. Bitdi, bu insan haqqında mənim beynimdə böyük bir portret var. Bəli. Bu insan kim? Yəni pisində kimdir, yaxşısında kimdir? Və bunu onun özünə verirəm. Deyirəm, bax, sən pisində busan, bütün sayıram. Yaxşısında busan. Hansını istəyirsən? Təbii ki, yaxşısını. Bu sahələrdə sənin uğurun var. İstəyirsənsə buyur get bu sahəyə. Deyir, inanırsınız Gövhər xanım, uşaqlıqdan ağlayıram ki, mən buna getmək istəyirəm. Ailədə mənə deyirlər, bu niyə belədir, yox sən bunu yaxşı eləmirsən. Mən deyir, uşaq idim, deyirdim, mən bu olacam, bu sahəyə və məni yönləndirmədilər. Deyirəm, sənin zaten xəritən onu göstərir. Uşaq o içdən, məsələn, mən özüm də uşaq vaxtı biz oynayanda həmişə kitabları yığırdım. Deyirdim ki, mən müəlliməyəm. Həyat karmam 5, qəlb çakram 5, bir öyrətmək ruhu var içimdə. Deyirdilər, gəl kukla ilə oynayaq. Dedim, yox, gəlin müəllim oynayaq. Yığırdım kitabları, dedim, müəllim mənəm. Xoşum gəlirdi o təbaşirdən. Əlimdə yazırdım belə ki, uşaqlar məni dinləsinlər. Təbii ki, getmədim müəllimlik sahəsinə, amma bugün 500-dən artıq təlimçim var. Müəllim olmaq şərt deyil ki, gedib məktəbdə, universitetdə. Yenə də bir dərs veririk. Həm öyrənirəm və artıq öyrəndiklərimi öyrədirəm. Yəni, həm praktikalarımla, həm təcrübələrimlə. Əvvəl-axır hara gəldim? Qəlb çakramın üzərində dayanan rəqəmə. Çünki qəlbim bunu istəyir. Bunu bəlkə mən özüm istəmirəm, amma ruhum istəyir. Ona görə də artıq övladlarımızın xəritəsində mən baxan kimi bilirəm ki, onun ruhu azadlıq istəyir. Mən necə onu qısıtlayım? Mən görürəm öz övladımda da çox azadlığını sevəndir. Mən onu bir dar çərçivəyə salsam, o heç vaxt özünü tapa bilməyəcək. Və yaxud da digərində görürəm, hökm etmək istəyir. İstəyir o evdə birinci olsun, onun sözü keçsin. Mən onun egosunu sındırdım, qırdım və o müəyyən bir yaşdan sonra həmişə onun qarşısına onun egosunu sındıran, qıran insanlar çıxacaq. Özəlliklə iş həyatında.
Baxın, bu çağırışım özəlliklə ibtidai sinif müəllimələrinə, bağça müəllimələrinə və Bəli. analaradır. Çünki təməl oradan gəlir. Mən çox istərdim ibtidai sinif müəllimləri bizim təlimlərimizə qatılsınlar. O anlasın ki, hansı şagird birinci partada oturacaq, hansı o biraz daha yavaşdır, o daha biraz içə dönükdür. Ondan gəlib liderlik tələb eləmə. Sən onu ön plana çıxarda bilməzsən. O içində yaşayır hər şeyi. O biraz daha astadır, amma o birisi atılqandır. Sən onu müqayisə eləyə bilmərsən o bir uşaqla. Bax o psixologiyada deyirik ki, xarakter tipləri. Bəli. Həmin o xarakter tipləri 4 tipə bölünürsə, od, su, hava, atəş. Biz artıq rəqəmlərlə bunun daha dərin, elə bir okeana girib üzürsən də, peşəsinə, yoluna və biraz da daha irəli gedib bu həyatda axsayacağı nöqtələr, həyat yolu, bu şəxsi həyatıdır. Yəni şəxsi həyatda bu insanın travması nə ola bilər? Harda gedəndə axsayar. Təbii ki, həyat bizə dərslərini verəcək. Hətta biz Saturn da deyirik ki, Saturn bizi öyrədir. Yəni sən öyrənəcəksən, xəritəni bilsən də, bilməsən də. Amma bir var ki, sən xəritəni öyrənmisən, yəni bilirsən artıq, gözləyirsən bu sənə gələcək. Orada biraz reaksiyan fərqlidir, orada biraz hərəkətlərin fərqli. Bir də var sən gözləmirsən, gözləmədən bir dənə bir şey gəlir sənin üstünə. Orada bilmirsən nə edəsən və elə ən böyük yanlışları da orada edirik. Çünki zamanında verilən qərar çox önəmlidir. Bax, o deyir sizə necə oldu və mən o qərarı zamanında verməsəydim, onsuz da 2 ildən sonra o sahə bağlandı. Bağlı. Yəni o oturduğum mövqe ixtisara düşdü. Yəni həyat mənə demək əslində istədi ki, 13, missiya 13, get, çox qaldın. Onsuz da sən burada qalsan, mən səni bir yolla buradan çıxardacağam. Ya öz xoşundan get, ya da mən sənə onsuz da elə bir şey yaradacağam ki, o söhbət ora bağlanacaq, ya bir krizis olacaq, ya bir şey, sən gedəcəksən buradan. Ona görə biraz insanlar, düzdür, mesajlar fərqli olur. Bəzən Bəli. insanlar xəstəliklə alırlar bu mesajı. Çox insan görmüşəm. Çünki rəqəmlərimiz daha irəli gedirəm, 4-cü səviyyədə xəstəlik aparır. İnanın, xəstəliyi deyin, açım deyim sizə ki, onun xəritəsində hansı rəqəm var ki, sırf o xəritəsində deyərkən karmasında. Hansı rəqəmə görə bugün o istər ürək xəstəliyidir, istər psixoloji problemlərdir, birbaşa psixoloji problemlərin rəqəmləri var. Birbaşa o şifrə var. Sən düzgün öz psixologiyanda işləməsən və yaxud da ana o uşağı ərgənlikdə psixologiyasının üzərində düzgün işləməsə, bu uşaq müəyyən bir yaşlarda hara gedir? Antidepressantlar, özünə qəsdlər, sui-qəsd və yaxud da bu yaxınlarda gördüklərimiz uşaqların məktəbdə törətdiyi olaylar. Bəli, Baxın, çox böyük faciədir həqiqətən. göy üzündə qoç stelyumu var. Bütün 9 planet qoçda yığışıb. Saturn da keçdi qoça. Qoç nədir? Silah, atəş, atəş elementi. Yupiyaq dediyimiz Yupiter hardadır? Xərçəngdə. Yupiter elə bir planetdir ki, uşaq. Yupiter hər şeyi böyüdür. Yəni pisi də böyüdür, zoom deyirik. Yaxşını da zoomlayır. Və son 3-4 ayda bir dənə olaylara baxın. Məktəblər, uşaqlar, atəş, silah, yanmalar. Göy üzündə 9 planet qoçdadır və Yupiter xərçəngdə. Son zamanlarda istər məktəblərdə ümumiyyətlə ən çox olan olaylar bu yaxınlarda evdə dəm qazından 6 uşaqdan deyəsən biri rəhmətə getdi, belə bir xəbər çıxdı önümə. Uşaqlar, atəş, silahlar. Yupiter xərçəngdə və göy üzündəki. Nə qədər davam edəcək Gövhər xanım? Yupiter xərçəngdən artıq keçir iyun ayının 30-u, yəni 1 avqustdan Şir bürcünə. Qoç stelyumu hələ davam edir. 7 illik zaten bir döngüyə girdik Uranla. Biraz hava çirklənmələrinə çox diqqət etməliyik. Buradan əsas deyəcəyim odur ki, nəfəslə bağlı çalışmalar edin. Mümkün qədər oksigeninizə diqqət edin. Belə bir stoklamaq deyirik. Hava və havadan gələn problemləri görə biləcəyik bu 7 ildə. Amma eyni zamanda görəcəyik texnologiyanın bu günə qədər görmədiyimiz tərəfini və insanlar bir anlıq bunu deyəcəklər. Mən buna inanmışdım. Görəsən bu muydu düz, yoxsa bu muydu düz? Çünki əkizlər elədir, zehin var orada, zehin oynayır. Zehin kirliliyi başlaya bilər. Elə bir süni intellektlə bir şeylər görərlər ki, ona inanarlar. Amma əslində o gerçək deyilmiş. Ona görə də bu 7 ildə doğru və gerçək, yəni düzgün informasiya ilə yalan informasiya arasında qalacaq. Və bu 7 ildə ən böyük öhdəlik düşür sosial mediaya,
influencerlara, insanlara bilgini çatdıran insanlara. Baxın, bundan 7 il öncə söhbət bu deyildi. Söhbət buğanın idi. Hər kəs konfor alanlarından sınandı, maddiyyatından, işindən, Bəli. pulundan, sağlamlığından. Çünki buğa biraz daha çox bizə maddiyyatı, torpağı, sağlamlığı. Amma əkizlər nəyi göstərir bizə? Beyin, düşüncə, texnologiyalar və yaxın çevrəmizlə olan münasibəti, eyni zamanda hava ünsürü olduğu üçün havadan gələn problemləri, hava ilə yoluxan bir şeyləri, havanın çirkliliyini və nəfəslə bağlı çalışmalar. Buradan da izləyicilərimizə bir, belə deyək də, tövsiyə olsun. İzləyicilərlə bağlı deyirsiniz. Baxın, bu gün ictimaiyyətdə həqiqətən o qədər fərqli fikirlər var. Sizin seçdiyiniz sahə, peşədə də bu belədir. Çünki astroloq deyirsən, bir neçə astroloq var, numeroloq var və hər kəs fərqli fikirlər bildirir. Yaxşı, biz kimə inanaq? Biz nəyə inanaq? Yaxın adamımız var, 777 yazır, Bəli. 999 yazır, nə bilim, bilmirəm. Mən yəni Bəli, bu bəli. rəqəmlərlə çox belə dərinə gedən insan deyiləm, yəni marağımda heç bir zaman olmayıb. Yaxşı, bu insanlar bunu edir. Nə bilim, cüzdan götürürlər, hansısa pul qabının içərisində, nə bilim, Bəli. bu rəqəmi yazsan sənin pulun gələcək. Yox, o da Bu qədər bax, düz deyil. biz kimə inanaq? Gövhər xanım, Biz siz hansı necədir? fikirlərə inanaq? Siz necədir? Birinci növbədə biz Allaha inanmalıyıq. Ən birincisi bu söhbət burada gedir ki, Bəli. mənə bu şeyi verəcəksə Allah verəcək. Yəni yönü də Allah göstərir. İkincisi, rəqəmi yazmaqla pul, rəqəm bəli, müəyyən bir frekansdır. Səs frekansdır, Bəli. rəqəm bir frekansdır, hərflərimiz bir titreşimdir. Kuartlar deyirik də biz kuantum alanında, kvantın xırda hissəcikləri birləşir və bir rezonans əmələ gətirir. Amma mən bura 7 7 5 2 0 yazım, oturum evdə ki, bu gün mənə müştəri gələcək. Bəli. Bu mümkün deyil. Bayaq dediyimiz kimi biz hərəkətə keçməliyik. Biz öz üzərimizdə çalışmalıyıq. Ona görə də elə bax o dövrə giririk ki, yalan informasiya ilə doğru informasiyanı aid edək və ən böyük belə deyəcəm ki, millət olaraq da bədbəxtçilik hardadır? Heç bir zaman bu mövzuda olmayan, bir dəfə belə olsun, öz analizini almayan, bu mövzunu bilməyən insanların yazdığı şərhlər. Halbuki bir var ki, sən gələsən, həqiqətən, getmirsən, bir analiz elətdirmirsən, demirsən, yox, bu nədir, hamısı yalandır, heç mənə uyğun Bəli. gəlmədi. İnanın mənə, o bu boşdur deyənlər və yaxud da ki, neqativ rəy yazanların heç biri ümumiyyətlə bu sahə haqqında balaca belə olsa informasiya bilmirlər. Balaca belə olsa informasiya. Yəni düşünün, mən əgər bu gün bilmirəmsə ki, cərrah hansı tərəfdən tikişi açmalıdır və sökməlidir və mən oturub bir cərraha orada komment yazıram, nə qədər gülməli çıxar. Mən bilmirəm axı cərrah bunu hardan açacaq, hardan tikəcək, orada nöqtələr var, sinirlər var, düzdürmü? Bəli. Ona görə birinci növbədə insan özünü kamilləşdirsin ki, mən bir şeyə rəy bildirirəmsə, bəlkə mən bir maraqlanım, bax deyirsə kimə inanaq, nəyə inanaq. Açsınlar bir kitabları. Zaten indi elə bir dövrdəyik ki, kitab var, internet var, hər şey var. Yazsınlar, öz bir maraqlansınlar, görəsən bunun mənə uyğunluğu varmı? Orada o cavablarını tapacaqlar ki, bir də həqiqətən də hazır ruhlar gəlir bəzi şeylərə. Çünki bəzi ruhların həqiqətən imtahanı biraz çox çətin olur. Bəli. Onlar gələ bilmirlər. Neçə dəfələrlə olub, gələcək maşın xərab olur, gələcək internet kəsildi, seansımız elə. Bəzən ruh açmaq istəmir özünü. Ruh deyir ki, mənim hələ vaxtıma var, tələsmə. Mən hələ biraz da dərslərimi keçim, ondan sonra gələcəm mən bu oyanışa. Ona görə təbii ki, birinci növbədə Tanrıya inanmaq lazımdır. İkinci növbədə öz gücümüzə və yönümüzə. Mən hardan yön tapacağam? Əgər yönünü tapa bilmirsə, zaten bizim yanımıza yönünü tapanlar, milyonçular gəlmir. Yönünü tapa bilməyənlər gəlir. Onlar artıq bilmək istəyir ki, və yaxud da ki, bilirik yönü hardadır. Məndən bir dənə o cavabı eşitmək istəyir ki, düzmü seçdim. Всё. Deyirəm, olsa mən bunu istəyirdim də. Deyirəm, görürsünüz, mən sizə qeyri-adi bir şey demədim. Sənin içindəkini sadəcə ruh təsdiq axtarır. Necə gözəl cavab verdiniz. Həqiqətən sizin bu sualıma verdiyiniz cavabınız ki, birinci Tanrıya inanmaq bəli. lazımdır. Ona biz dua edirik, hər şey Bəli. dualarla. Bugün dövrümüzdə mən bunun şahidiyəm. Hər kəs bunun şahididir ki, şuuraltı, məsələn, terapeutlərə müraciət edənlər, meditasiya edənlər, Allahlarını unudurlar Bəli. və özlərini, egolarını o qədər belə Yox. yüksəldirlər
deyirlər ki, və düşünürlər ki, bunlar artıq dedikləri hər kəlmə doğrudur. Düzgün sosial şəbəkələr vasitəsilə təbliğatlar aparırlar. Nə bilim, bu gün kökümüzü unutmalıyıq. Mən uşağımı bu cür böyütməliyəm. Əsla. Yəni bunun əks təsirlərinin də olduğunu görmüşəm. Hətta bax bu təmizlənmə deyirsiniz, şifalanma. Mən yenə də deyirəm bu elmin tam dərinliklərini bilmirəm. Mən hər şeyi Allahdan istəmişəm. Yetirdiyi olub, olmayıb da, amma hər zaman şükr etmişəm. Amma məsələn o şəfalanırlar, nə bilim meditasiyalar edirlər və təkəbbürlü olurlar. Və mən hər zaman deyirəm ki, təkəbbürlü insanlara bir mesaj göndərirəm buradan ki, nə qədər çox mən deyərsən, bir səhv edəndən sonra da hər kəs sənə sən deyər. Xahiş edirəm sizdən də, məsələn, xanımlarımıza, bəylərimizə, bizi izləyən tamaşaçılara elə bir şəkildə bunları ötürün ki, birinci Tanrımız və o egolarımızı yəni şişirtmək, böyütmək, mən şifalanmış, mən birinciyəm fikirlərindən uzaq olsunlar. Bəli, sizin dediyiniz məqamlar var, bəli o işarələr var. Bunu kəşf edə bilənlər də var. Siz deyirsiniz, bəzi ruh bunu qəbul etmir, bəzi ruh qəbul edir. Mən görə bilirəm məsələn. Yəni öz seçimimi. Siz də görmüsünüz. Heç bunu bilmədən gəldim, seçdim. Artıq burada işləyəndən sonra bilmişəm ki, sən demə mənim full kanalımda bu rəqəmlər dayanıbmış və bu gün uğurlu insanların çoxunda bu var. Mən sizi çox sevdim. Həqiqətən çox sevdim ki, o qədər belə həssas davranırsınız, o qədər cümlələrinizi seçərək deyirsiniz ki, insanları düzgün istiqamətləndirsiniz. Bəli, hər birimizə bir istiqamət lazımdır. Siz dediyiniz kimi o işarələri görə bilmək, rəqəmlərimiz ola bilər. Bəli, Saturn var, kainat var, astrologiya elmi var. Enerji də hamısı. Bunları gözüm mən də bu arada rəqəmləri mən hətta mən yüksələnimi belə bilmirəm. Bir dəfə öyrənmişdim amma yenə unutmuşam. Mənim yüksələnim nədir? Doğrudan deyərsiniz onu zəhmət olmasa. Hər ana istəyər ki, məsələn deyir, oğlum cərrah olsun, biri deyir, qızım nə bilim uşaq həkimi olsun. Başa düşürəm, biz bir millət olaraq da, xalq olaraq da şan şöhrətli millətik. Mən özüm də məsələn istəyərəm. Amma baxıram oğlumun xəritəsinə, qızımın xəritəsinə, görürəm o deyil də. Yəni o müəyyən yerləşimləri var hələ astrologiyada. O həkimliyi dəstəkləməlidir. O insanın bir həkim olaraq bir ruhu, bir bədəni yarıb o cərrahiyyə bilirsiniz çox qəliz bir sahədir. Mən o xəritəyə baxan kimi bilirəm ki, nömrələrinə də, astrologiyasına da bu uşaq oturar bu sahədə, hətta nəinki oturar, irəli də gedər, nə hara qədər. Amma ana gəlir, yox Gövhər xanım, mən istəyirəm bura getsin, deyirəm, ay xanım, bir dənə bir sual verdim. Dedim, bax, uşaq 8 yaşa qədər nə istəyirsə odur. Dedim, uşağınız nə deyir, istəyir? Yox, o istəmir. Dedim, siz mənə inanmayın, ona inanın. Onun ruhu, o teta dalğasında oluruq da 8 yaşa qədər. Biz deyiriksə ki, biz kim olacağıq böyüyəndə? Bax, biz ona dönüşürük axırda. O 8 yaşa qədər dediyimiz sözə vurğulanır. Mən necə deyirdim ki, müəllimi olacağam, gülürdülər ki, biz nə müəlliməyə, neysə, o vaxt indi maşallah müəllimlər elə qəşəng qazanır. Amma o zamanlar müəllim olmağı biraz deyirdilər ki, yox, get xarici dilə, düzdür, xarici dil öyrəndim, işlədim neft şirkətində də. Amma bugün o içimdəki o müəllimlik hissi, mən məsəl üçün seans eləməkdən çox mənə desəz ki, seçim verirəm, ya terapiya, ya dərs ver, dərsi seçəcəm. Bunu axı mən özümdən asılı deyil. Yorğun saat gecə 12-də dərsə girirəm, Türkiyədə saat fərqi var da. Halbuki seansa getsəm enerjim gedir və o dərsi 2 saat danışıram. Elə bilirəm ki, heç yorulmamışam. Çünki ruhum orada daha özünü xoşbəxt verir, bir təlimi verəndə, bir dərsi verəndə. Bunu artıq mən 7-8 yaşda bilirdim, amma ciddiyə alınmamışdım. Və ona görə də analara indi demək istəyirəm ki, uşaq 8 yaşa qədər əgər kəsib doğrayırsa, deyirsə ki, mən həkim olacağam, bilin ki, o olacaq. Onu çəkindirməyin o yolundan. O özü bilir nə istəyir. Amma bəzi uşaqlar, hansı ki, əkizlər və tərəzi bürcləri çox olan uşaqlar, xəritəsində 2 və 6-ları çox olan uşaqlar, səhər duracaq, bunu istəyirəm, axşam olacaq, bəlkə mən mama başqa sahəyə gedim. Bax, belə xarakter. O zaman gəlirlər bizim yanımıza. Artıq orada ümumi xəritədən nəticə çıxardırıq ki, bu hansı sahədə, amma yenə də deyirəm anasına ki, onsuz da bu bununla paralel, pianino da çalacaq, gitarı da çalacaq. Bunun ay bürcə əkizlərdədir. Bunun bir tərəfincə sənətə gedəcək. İnanın, həkimlər tanıyıram, çox məşhur həkimlər, ay bürcə əkizlərdə. İşdən sonra videoları var, YouTube'da gitara çalırlar.
Çünki bu insanlar çox tərəflidir. Bir tərəfə sən onu sıxışdıra bilməzsən ki, sən həkim ol, evə get, işə gəl. Mümkün deyil. O gedəcək musiqiyə də, o gedəcək. Mən bunu əvvəlcədən deyirəm ki, buna hazır olun. Yəni bu olacaq. Bu onun çünki xoşbəxt olduğu nöqtədir. Və matrix xəritəmizdə bizdə bir rəqəm var mərkəzdə. Bəli. Biz ona deyirik günəşimiz. Yəni biz gəlmişik ki, bu dünyaya o günəşə doğru gedək. O günəşə gedən rəqəm əgər hansısa bir rəqəmdirsə və mən durub o rəqəmi gətirib o biri rəqəmin statuslarını bundan tələb eləyirəmsə, mən onu görməyəcəm. Mən o biri ayla doğulanla öz uşağımı müqayisə edib, sən niyə elə olmadın? Bax o elə oldu. O olmayacaq da elə. O çünki doğulub o ayda onun ruhu liderliyi ilə gəlib, bu daha emosiyalarla gəlib. O gedib işdə lider olacaq. Bu da gəlib psixoloq olub ruhlarla işləyib, o öz sahəsində lider olacaq. Bu da öz sahəsində. Amma fərqli xarakterlə böyüdülər. Halbuki heç bu duyğuda olan insana heç lider kimi baxmırdılar. Amma bugün o öz sahəsində elə bir liderlik eləyir ki, ona görə o tanıyıb yönləndirmək, özəlliklə bu şeyləri bilmək mənim fikrimcə daha çox mən deyərdim ki, sahə və peşə seçimlərində. Xoşbəxt olmaq da çox bizə yardım edir. Ki, düzgün necə gedək, nəyi necə eləyək. Əgər mənim rəqəmlərim hamısı humanitardırsa, ki, xəritəm də başdan ayağa budur, mən necə gedib informatika, riyaziyyatda özümü görəcəkdim? Görə bilməyəcəkdim onsuz da və getməyəcəkdi bu əvvəl-axır sıxılacaqdı. Amma bir insan iqtisadiyyata getmək istəyirsə, nə bilim, riyazi hesablamalar eləmək istəyirsə, yəni audit eləmək istəyirsə, mən onun xəritəsində, nə bilim, Qoçu görməliyəm ən azından, onun rəqəmlərində 8-i görməliyəm, 4-ü görməliyəm ki, bu insanın enerjisi var, riyazi biliklərə beyni oturacaq. Yoxdursa, mən ondan, məsələn, məndə yoxdur o enerjilər. Mən necə riyaziyyatla özümü öldürə bilərəm ki? Yoxdur da. Və gəldim riyaziyyatla deyil də, yəni mühəndislik, çertyoş çəkməkdə deyil də bu sahədə çıxdım önə. Amma 14 il işlədiyim şirkətdə bir dəfə də olsa görünmürdüm. Çünki bir otaqda 6 oturub qapalı bir otaqda bir özü bir müdürü. Bu mümkündür, altı havadır. O yayılmalıdır. Ünsürlər də var da, yəni su axır. Torpaq nədir? Sabit. Oturur bir yerdə bir alandan çıxmaq istəmir. Amma hava yayılacaq ortama. O necə qapalı bir yerə sıxışdıraq o havanı? Rəqəmlərin də elementləri var, astrologiyanın da elementləri var və mizacın. Ki, hansı ki biz o mizacla temperament tipləri deyirik. Od, su, ateş. Onunla doğuluruq və mən hava ünsürüyəm. Və bir hava ünsürünü 4 qapılı otağa qoy ki, otur sən və kompüter. Hava orada nə olacaq? Yığılacaq, basınc deyirik də, fizikada partlayacaq. Çünki onun yeri o deyil. O otaqda oturacaq torpaq ünsürü, su ünsürü ki, rahat olsun. Oturduğum yerim rahatdır, səhər gedim, axşam gəlim. Ateşlə hava qalmaz bir yerdə. Onlar fərqli şeylər denemək istəyəcəklər. Fərqli təcrübələr axtaracaqlar həyatlarında. Çünki birinin elementi ateşdir, zaten dayana bilmir yerində. O birisi də hava. Çox qəribədir. Son vaxtlar hər kəs bir-birini görür. Məsələn, yeni tanışlıqlar olsa belə, məsələn, rəfiqəmizin yanında kimsə gəlirsə, hansısa bir rəfiqəsi, mütləq soruşuruq, danışıq əsnasında ortada soruşuruq. Sən Qoç bürcü deyilsən. Artıq insanlar bir-birinə müraciət edərkən belə bürclərlə danışırlar. Səndə Tərəzi bürcünün vibe'ı var. Sən filan bürc deyilsən ki, bax, mən özüm də elə bir işdə çalışıram ki, hal-hazırda, yəni insanların çox gəliş-gedişli olan bir yeri, insanlarla çox ünsiyyətli olan, özüm belə onu şuur altıdır, nədir, sırazdırım, görürsən bu nə bürcüdür. Bax, bu bürclərdən biraz danışmaq istəyirəm, maraqlı olsun. Gövhər xanım, bax, gəlin elə başlayaq, qısa olsa da, elə mənim bürcümdən başlayaq. Qısacası deyim, oğlaqdan başlasaq, oğlaq torpaq ünsürüdür. Sabitliyi, stabilliyi və məntiqi sevir. Mən əgər bugün Elnarə xanımı analiz eləyəcəmsə, gətirəcəm, xəritəni qoyacam onun gözünün qabağına, o rəqəmi ona göstərəcəm, onu inandıracam. Çünki o gözü ilə görəcək, hesablayacaq, vuracaq, çıxacaq, məntiqinə uyğundursa orada inanacaq. Ona görə oğlaqlar karyera deyəndə zaten ağlımıza oğlaq gəlir. Stabillik, həm də torpaq ünsürü daxil. Torpaq, ev, mal, mülk, daha çox belə deyək, istehsalat sahəsidir oğlaq. Çünki bu sahədə çox bacarıqlıdır və karyerada ən çox önə gedən insanlardır. Dolça deyəndə mən həmişə ağlıma Aygün Kazımovanı gətirirəm. Ümumiyyətlə insanın günəşi hardadırsa, orada parıldamalıdır. Yəni günəş bürcümüz hardadırsa,
o sahədə mən işimdə parıldamalıyam. Dolçanın iki ən böyük sahəsi var. Birincisi gözəllik sektoru, dizayn, moda, fashion. Ən gözəl dizaynerlara baxın. Moda, tasarım, ölkəmizi xaricdə təmsil edən Rüfət İsmayıl, o da Dolça bürcüdür. Yəni Dolça dedikdə geyim, keçim, moda, ikinci tərəfi isə güclü numeroloq, astroloq və psixoloqlar. Dolça iki tərəfə ayrılır. Bax bu sahədə çox uğurlu olurlar. Hələ ki Dolça bürcünün kişiləri zodiakın ən deyərdim intellektuallarıdır, hansı ki Lütfüzadə özü Dolça idi. Yəni Dolça həqiqətən kəşflər üçün gəlir bu dünyaya. Gəlirik balıqlara. Balıqlar, yəni bir insanın günəşi balıqdadır. Bu insan harda parlayacaq? Balıq nədir? Duyğu. Duyğu satmalıdır. Bir psixoloq olacaq. Balığın iki yaxşı işi var. Bir, əl işi səliqəlidir. Bəli. Həqiqətən gördüyü işlər çox səliqəlidir. Ya restoran biznesi, dizayn, geyim, tasarım, müqavilələr şöbəsi, adevkadır və numerologiya, yəni deyirəm astrologiya, psixologiya və aparıcılarda. Niyə? Neynir? Məsəl üçün, baxır indi necə aparıcıda konsepsiya var. Məsələn, ailə məişət mövzuları var ki, orada neynirlər? Duyğu satırlar. Bəli. Orada tragedik bir vəziyyət yaranır. Balıq duyğu satacaq. Duyğu da ki, duyğularla işləyir. O mövzularda parıldayır. Məsələn, mənim öz Yupiterim balıqdadır. Balıq zodiakın ən spiritual bürclərindən biridir ki, hansı şeyi həyatına çəkir. Yupiter də bayaq dedik nədir? Hər şeyi böyüdür, zoomlayır. Biz əgər şansımız hardadırsa, onunla bağlı bir işlərə gediriksə, demək ki, o bizim işlərimizi zoomlayacaq da, məntiqlə yəni. Sonra gəlirik Qoça, hansı ki, bu dəqiqə bütün gözlər Qoçun üstündədir. Bütün aləmi qatıb bu qoçlar. Saturn keçdi Qoça, Neptun keçdi Qoça. Yəni bütün planetlər yığılıb Qoçun üzərində. Qoç atəş elementidir. Səbirsizdir, hövsələsizdir və zodiakda birinci Qoç gəlir. Biz düz Oğlaqdan başladıq. Yəni birinci Qoç gəlir. Qoç 1-dir. Satış qabiliyyəti güclüdür Qoçların, liderliyi güclüdür, riyaziyyatı güclüdür ki, Qoçlara çox tövsiyə edirəm. Həyatlarında riyaziyyat gəlib keçsin. Riyazi biliklər onlara çox təsir edir. İdmanla məşğul olsunlar. Yəni o içindəki o atəşi çıxartsınlar. Və o egolarını, sadəcə o birinci olacağam deyə biraz o məni biraz bizə yönləndirsələr daha yaxşı olar. Çünki mənlik duyğuları çox güclüdür Qoçların. Ondan sonra gəlir buğalar. Buğa da torpaqdır. Çox sevirəm buğa bürcünü. Bəlkə də oğlum buğadır ona görə. Buğa, yemək, içmək, restoran biznesi. Buğa torpaqdır. Ağız dadı ən gözəl olan insanlardır. Yuxudan ilk oyananda bu gün nə yeyəcəyik düşünən insanlardır. Pulu ən gözəl qazanan insanlardır. Həmişə deyirəm, bir insanın yanında ya ayı, ya günəşi bir buğa olmalıdır. Çünki buğa yeganə bürcdür ki, bu dünyaya kasıb gəlsə də zəngin öləcək. Çünki o insanlarda kasıblıq deyə bir şey yoxdur. Torpaqdır da, bərəkətlidir. Əlini hara atır bərəkətlidir. Əlini hara atır bərəkətlidir. Sadəcə komfort nöqtələrini çox sevir. Bəli. Bir yerdən başqa o güvən axtarır, ailə bağları axtarır. Buğa qoruyucudur axı, sahiblənicidir. Bəzən çox qəzəbli ola bilir. O özündən çıxanda da pis çıxır buğa. Amma o buğa öz komfort alanından hələm-hələm çıxmaz. Yəni onu elə inandırmalısan ki, sən çıx bu alandan, çıxsan hər şey yaxşı olacaq. Çünki o rahatlığını, stabilliyini çox sevir. Həyatında da elədir, o maddiyatda stabilliyini sevir. Sonra gəlir əkizlər, hava. Hava nədir? Fərqli ideyalar, bugün bunu istəyirəm, sabah onu istəyirəm. Amma yəni, günəşi əkizlərdə olan insanlar ən çox harda olur? İncəsənətdə. Müğənnilik, aktrisalıq. Çünki niyə? Onlar bir hava kimi hər rolda ola bilirlər, duyğuları dəyişir. Eyni zamanda əkizlər sosial mediada aktiv olmalıdır. Yəni sosial mediada aktiv olduqca öz nitq və natiqlik qabiliyyətini, incəsənət, danışıq, aktyorluq bu qabiliyyətlərini artdırdıqca genişlənir. Bir də çox gözəl xarici dil bilik öyrənmə qabiliyyətləri var. Mütləq uşaqlarınızın ayı ya da günəş əkizlərdədirsə, onları birinci xarici dilə yönləndirin ki, gələcəkdə onlar xariclə böyük əlaqələr yaşayacaqlar. Gəlirik xərçənglərə. Xərçəng su, biraz depressiv, anaç, qoruyan, kollayan, amma sən bir dənə xərçəngi istəyirsənsə vurmaq, onun ailəsi ilə gir mövzuya. Onun ailə dəyərlərinə biraz toxundun, o xərçəngin içindən bir şir çıxacaq.
zaten 7-ci ayda təmsil Bəli. edir. Savaşçıdır. Ruhunda savaş var xərçəngin. Və duyğuların içərisində yaşayır. Eyni zamanda da günəşi xərçəngdə olan insanlar həm müəlliməlikləri var, onlarda da əqrəb kimi müəllimlik enerjiləri var. Eyni zamanda məsələn mənim öz ay bürcüm xərçəngdədir. Görürsüz, mövzu nədir? Qadın və uşaqlar. Bəli. Və bu sahədə daha çox uğurlar qazandım. Qadın və uşaqlar sahəsində. Çünki xərçəng ay bürcü deyir ki, sənin mövzun ailə cəmiyyət mövzuları, ya ailə psixoloqu, ya ailə dizayneri, ya ailə həkimi. Yəni qadın, uşaqlar, xərçənglər gözəl, nə bilim, qadın dizaynerləri, nə bilim, saç ustaları, meykap, yəni qadınlar və uşaqlarla bağlı sahələrdə çox güclü olurlar xərçənglər. Gəlirik şirə, od elementi. Şir zaten bilirsiniz, olduğu yerdə parlayacaq. Ən zəngin insanlardır şirlər. Onların içində zaten biz deyirik günəş bürcümüz. Bəli. Günəşin özünü şirdir. Şiri idarə edən planet günəşdir. Xərçəngi ay idarə edir, şiri günəş idarə edir. Yəni bu insan harda olacaqsa, fərqi yoxdur hansı sahədə. O sahədə bir günəş kimi parıldamalıdır. Biraz da uşaqlarla olan sahələrdə, özəlliklə uşaqlara çox diqqət. Məsələn, xərçəng həm qadın idi, həm uşaq. Amma şir uşaqlara çox diqqət ayırmalıdır, uşaqlarla münasibətini gözəl tutmalıdır və egodan, kibirdən təbii ki, uzaq durub, o atəşi ilə biraz yandırıb deyil, biraz kənara qalmalıdır ki, yandırmasın onun atəşi. Gəlirik qız bürcünə, yenə torpaq ünsürünə. Qız bürcü belə deyim də ən zodiakın ən zəhmətkeş bürcüdür qız bürcü. Çox çalışqandır, çox fədakardır, çalışqandır, amma çox yarğılayıcıdır eyni zamanda. Çünki o hər şeyi bəyənmir, hər şeyin mükəmməliyyətini istəyir, təmizkardır, amma həqiqətən də o torpaq ünsürü olduğu üçün, yəni qız bürcləri, günəşi qız bürcündə olan insanlara konkret işlər verin. Yəni sənə bir proyekt verirəm, bugün başlayır, bugün qurtarır. Bu da qurtarma tarixi, bu tarixdən bu yəni onlar dəqiqliyi sevir qız bürcləri. Netliyi, dəqiqliyi işlərində belə elədilər. Nöqtə, vergül, simmetriya, dəqiqliyi sevən insanlardılar. Eyni zamanda Oğlaq bürcü kimi çox məntiqlidirlər. Yəni siz onlara duyğularla getməyin, sizin duyğunuza, balıq bəlkə duyğunuza yazdığı gələr, ya xərçəngin. Qız bürcü sizin duyğunuza baxmayacaq, məntiqinizə baxacaq. Ona görə məntiq alanlarda, məntiq tələb edən işlərdə də çox güclü olurlar onlar, torpaq ünsürləri də olduğu üçün. Sadəcə biraz qız bürclərinə tövsiyə edirik ki, yaşlı insanlara yardım etsinlər. Çünki onların daha çox problemləri tək qalmaq, təklik, yalnızlıq, ailə qurmaqla ola bilir. Daha sonra gəlirik tərəziyə, yenə növbəti bir hava ünsürünə. Tərəzilər, tərəzi ədalət mövzularıdır, tərəzi, qanun. Çox yaxşı uğurlu olurlar hüquqda, qanun məcəllələrində, qanunla bağlı işlərdə, bina tikintilərində, yəni inşaat sektorunda çox uğurlu olurlar, geyim sektorunda. Çünki tərəzidə nə edir? Yəni dizaynı, gözü yaxşı tutur. Yəni baxan kimi bilir ki, bunu necə tikəcək, bunu necə açacaq. Bunu ev sahəsində də çox yaxşı edirlər. Bir də müasir texnologiyalar, IT sahəsi deyirik. Bax, orada tərəzilər çox güclüdürlər. Sadəcə biraz o balansı qorumalıdırlar. Bir də psixologiyalarını yerində saxlamalıdırlar ki, işlərində irəliləyə bilsinlər. O dəngəsizlik bəzən onlara psixoloji problemlərini də yarada bilir. Gəlirik əqrəbə, zodiakın ən mistik bürcünə, yəni günəşi əqrəbdə olan insan. Əqrəb müalicədir, əqrəb dərmandır. Yəni ən gözəl həkimlər, zaten bir insan ayı ya günəşi əqrəbdə deyilsə, ya güney kuzey ay düymü əqrəbdə deyilsə, ya da 10-cu evi əqrəbdə ya buğada deyilsə, bu o qədər də belə yaxşı həkim olmayacaq açıqcası. Çünki əqrəbdə şəfaçılıq var. Bir şəfaçılıq, bir də müəllimlik. Ən ideal analar, ən yaxşı uşaq tərbiyəçiləri əqrəblərdir. Bir də ən yaxşı çünki mistik daxı, mistik şeylərdən qidalanır, mistikadan qidalanır əqrəb. Yəni bugün məsələn mənim öz bürcüm əqrəbdir və mən gedib müqavilə şöbəsindəyəm. Biraz əqrəbə uyğun deyil o. Əqrəb nə istəyəcək? Şəfa vermək istəyəcək. Çünki günəşi əqrəbdədir. Ya həkim olacaq, ya kosmetoloq olacaq, ya müəllim olacaq, bilgisi ilə şəfa verəcək. Amma illa ki o bir şəkildə şəfanı çıxardacaq ruhundan əqrəb.
Bu sahədə olanda daha uğurlu olur. Çox tanıdığım həkimlər var. Əqrəb bürcünü çox uğurludular. Niyə? Çünki günəşləri Əqrəbdədir. Gəlirik Oxatana, növbəti atəş elementinə. Oxatan uzaq məsafət. Oxatan ümumiyyətlə ölkəsində oxumasın, xaricdə oxusun. Oxatan səyahət etsin. Oxatan bir az neqativində nədir? Çox ümidli olur gələcəyə. Çox ümidli olur. Və buna görə o hərəkətə keçmir. Bax, o biraz neqativindədir Oxatanın. Bir də inanc sistemləri, yəni Əqrəbdən sonra gəldiyi üçün Oxatanın da inancları çox güclü olur. Əgər öz inanc sistemlərinin üzərində işləsə, bir də dediyim kimi, Oxatan birbaşa müəllimdir. Yəni gedir Oxatan universitetdə müəllim kimi işləyir. Yəni Əqrəb məsələn bildiyini öyrədir. Oxatan birbaşa müəllimdir. Yəni getməlidir bu artıq akademik müəllimliyə. Ona görə Oxatanlar akademik bilik alsınlar. Eyni zamanda çox tez-tez səyahətlər etsinlər və səyahətlərlə də bağlı bir sahələrdə turizm sektorunda da çox gözəl işləyərlər Oxatanlar. Baxın, bu vaxtından tez dünyaya gələn uşaqlar, tutaq ki 8 aylıq, 6 aylıq anadan olan. Onlar 9 ayın tamamında hansı bürcə düşəcəklər? O bürcünmü, belə deyim, enerjisini daşıyırlar, yoxsa anadan olduqları gününmü? Anadan olduqları günün. Bunu öyrənmək istədim. Qızım 7 aylıq dünyaya gəlir. Xeyr, bəzən gəlirlər valideynlər vaxt hesablatdırırlar, gün hesablatdırırlar. Dediklərimiz də olur, dediklərimizdən öncə doğulanlar da olur. Ruh onsuz da hansı istəyirsə, bizə belə onu dedizdirir. Yəni özü istəyir ayın 10-u gəlmək. Mənim içimdən gəlir, deyirəm onu, zaten onu da gedir məsələn o qeysəriyyə əməliyyatıyla da və yaxud da ki öncə gəlir dünyaya. Görürsüz, siz bəlkə istəmişdiniz bu bürcə düşsün, amma o özü başqa alt nəslin, çünki nəslin proqramı ilə gəlir axı. O aşağı proqramla gəlir. Bayaq da çağırış etdiniz bu anaların övladlarla bağlı xərçəng bürcündə olduğuna görə ay bürc, Yupiterin xərçəng bürcündə olduğuna görə analarla, uşaqlarla bağlı bir fikir söylədiniz və bununla bağlı bir seminar edəcəksiniz. Bəli. Onunla bağlı xahiş edirəm bildirin ki, insanlar gəlsin və məlumatlı olsunlar. Bəli. Sırf bu dönəmə seçdim, çünki mayın 24-ünə artıq avqustda gedir Yupiter. Ona görə istədim mən də öz tövsiyəmi, öz belə deyim də xeyrimi verə bilim insanlara və 24 mayda keçiriləcək bu seminarda biz sırf sadəcə hansı sahədə və peşədə uğurlu ola bilərik? Təbii ki, xəritəmizə görə də. Çünki bəzi insanlar bizim təlimlərimiz 3 ay çəkir, 4 ay çəkir. Orada axı biz bütün həyat yoluna baxırıq. Onu deyil də sırf deyir mən istəyirəm bilim ki, mən harda uğurlu olacağam, yoldaşım, uşağım, qonşularım, qohumlarım və biz orada özəl bir hesablama verəcəyik. Hansı ki, o hesablamadan ancaq bizim pula gedən yol kanalımız çıxacaq. Orada da 3-4 dənə rəqəm gəlir və biz orada bütün rəqəmlərin hansı peşələrdə, hansı ruh hallarında, hansı mənəvi və maddi dəyərləri özündə toplamalıdırlar ki, o məslək seçimlərində hətta bir-bir məsləkləri belə deyəcəyik ki, 3 bu məsləklər, 4 bu məsləklər, 5 və o məsləkləri toplayıb artıq ana beynində bir ideya formalaşacaq ki və həmçinin astrologiyadan da danışacağıq oradakı o günəşimiz hardadır, hansı sahələr. O beynində artıq anlayacaq ki, bəli, mən övladımı bu sahəyə yönləndirirəm, çünki onun xəritəsində onun peşələrini bu rəqəmlər dəstəkləyir. Necə ki, bugün mənim öz matrix xəritəmdə 3 var. 3 numerologiyada qadın və uşaq və öz işini görmək deməkdir. Hal-hazırda öz işimdəyəm və daha çox böyük kütləm qadın və uşaqlardır. Yəni bu əslində mənim xəritəmdə var idi. Amma mən bunu yeni məsələn neçə il öncə bildim ki, mənim yolumda bir müəssisədə işləmək deyil də öz işini qurmaq, çünki 3 kraliçə enerjisində də öz taxtında oturmalıdır. Eyni zamanda da qadın və uşaq kollektivinə daha çox xidmət etməlidir. İndi orada biz bütün rəqəmlərin yolunu danışacağıq. Hər kəsin yolunu gözləyirik. Mən də sizdən doymadım. Suallarım çoxdur. Mən də o həmin seminarda iştirak edəcəm və sonda bizim verilişimizlə bağlı təəssüratlarınızı bölüşərdiniz. Sizin zaten auranız verilişi daha da gözəlləşdirir. Təşəkkür edirəm. Çünki insan qarşısındakını səmimi görəndə o axıcı keçir onun danışığı da, səmimiyyəti də və həqiqətən də sizin verilişiniz özəlliklə ayaqları üzərində durmaq istəyən qadınlara, öz yönünü tapmaq istəyən insanlara o qədər motivasiya olur. Çağırdığınız qonaqların verdiyi məsləhətlər, insan sadəcə ilhamlanır ki, yəni mən də bir 35-40 yaşdan sonra öz ayaqlarım üzərində qalxa bilərəm, çalışaraq bu həyatda bir yerə gələ bilərəm. Yəni sizin də əslində deviziniz, yəni verdiyiniz bilgilər insanlara sırf özlərini tapmaq yönündə olduğu üçün bu da çox
gözəl bir enerjidir və həqiqətən də belə bir platformalar çox önəmlidir ki, həm insanlara doğru yön göstərirlər, həm də o beynində bəlkə sual axtaranlar sırf bu gün o suallarının cavabını tapmış oldu ki, vəsilə sizsiz. Çox təşəkkür edirəm xoş sözləriniz Çox sağ üçün. olun. Minnətdaram bir daha Çox gəldiyiniz sağ olun. üçün. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Sağ olun. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid.